Salam əziz tələbələr, mən magistratura az kursunun ingilis dili müəllimi Elxas Hacıyev sizə 21 dekabr 2025-ci ildə keçirilmiş ümumi sınaq imtahanı birincisinin imtahan suallarını izah edəcəm. İlk öncə gəlin dinləməni edək, sonra da dinləmənin sualları ilə başlayaq. Welcome to Shake It Off Fitness. How can I help you? Yes, thanks. I've been meaning to come in and find some information about here for some time. I was wondering if you could help me. Sure, of course. What would you like to know? I saw on the sign outside that you have the best budget membership in the city. Is that right? You've got that right, yes. If you find a better rate, then we'll match it. Also, we don't have any sign-up fees or cancellation fees. Sorry, what was that last bit? Cancellation fees. Some gyms charge you money if you leave before a minimum number of months or something like that. We don't do that. Well, that's useful to know. What times do you have? We open at 5 a.m. and close at midnight. Not 24 hours then, I see. No, almost though. We tried doing the 24-hour thing, but there really weren't a lot of people who wanted to do exercise at 2 in the morning. Makes sense. Another question. Do you have trainers? Like, will you do a personalized evaluation of me? Sure we do. As we say on our brochure, we can show you what to do, how to do it, and why you're doing it. Have you worked with a personal trainer before? No. No, I haven't. No. So, it's very easy. For your first visit, we'll assign you one of our expert personal trainers. He or she will design an exercise plan that's just right for you and show you exactly what to do. We even include nutrition advice in the plan. Let me get this straight. All of this is included in the price? Yes, it is. If you want to continue with your trainer after the first few classes, we can talk about that. It does cost extra though, okay? Yeah, sounds great. Do you have any other questions? Yeah. Okay. Why should I choose here instead of any of the other gyms in the city? What? You mean apart from our competitive rates and personalized attention? Yeah, I guess. Listen, here's a free day pass. Why don't you drop by and see for yourself? That way you can talk to other members, see the facilities and our staff. Okay, I'll do that. Thanks very much. Gəlin indi suallara baxaq. Birinci sualda deyir, choose the correct statement according to the dialogue. Diyaloqa görə düzgün cümləni seçin. The gym charges cancellation fee if you leave early. Əgər sən tez getsən, bu sənin üçün deməli sənin üçün əlavə pul ödəniş istəyəcək. Xeyr, orada deyir ki, biz ödəniş istəmirik. Ona görə bu deməli əlavə cancellation fee bunu istəmir. Yəni əlavə pul ödəniş istəmirlər. Çünki nə vaxt istəsən ləğv edə bilərsən. Customer has worked with a personal trainer before. Burada deyir ki, yox, daha əvvəl heç bir personal trainer ilə işləməmişəm. İlk dəfə olacaq, yəni personal trainerim olmayıb deyir, səhvdir. Sonra gym opens 24 hours a day. 24 saat açıqdır, xeyr. Saat 9-dan, deyək ki, saat 5-dən başlayır və saat gecə yarısına qədər işləyir. O da soruşur ki, 24 saat bəs olmurmu? O deyir ki, xeyr, demək olar ki, olmur. Və düzgün cavabımız D variantı. The gym will lower its price to match other gyms. Deyir ki, digər idman zallarına uyğunlaşmaq üçün qiyməti aşağı sala bilər. Deməli, aşağı sala bilər. Bunu harada görürük? If you find a better rate, then we will match it. Yəni, əgər sən daha yaxşı qiymət tapsan, biz ona uyğunlaşarıq. Yəni, burada başqa bir, əgər hər hansı bir yer tapsa, onun üçün uyğunlaşa bilərlər. Y variantında isə deyir, receptionist refused to give free passes. Deməli, pulsuz girişi rədd edir. Xeyr, pulsuz girişi təklif edir ki, getsin, baxsın, istəsə orada iştirak edə bilər. Yəni, gymdən istifadə edər. İkinci sualımızda complete the sentence according to the dialogue. Personal trainer at the gym. Deməli, bu gymdəki, idman zalındakı şəxsi trainer nə edir? Şəxsi trainer burada nə edir? Yalnız çalışma proqramı verir. Xeyr, o çalışma proqramı yalnız onu vermir. Çalışma proqramı hazırlamayacaq. Xeyr, hazırlayacaq. Başqa şeylər də var. Also offers a nutrition advice in the initial plan.
Yəni ilk olaraq o e, yəni qida məsləhətləri də təklif edəcək. Biz bunu hardan görürük? Burada deyir ki, deməli, we even include nutrition advice in the plan. Yəni bu planımızda biz qida əlavəsi də, qida məsləhətləri də veririk hətta. Ona görə düzgün cavabımız C variantıdır. D variantında only available at night-dir. Yalnız gecə mövcuddur. Xeyr, belə bir şey yoxdur. Gecə hər gün mövcuddur. Not offered to beginners. Təzə başlayanlar üçün təklif edilmir. Bu da səhvdir. Düzgün cavabımız C variantı oldu. Which of the following questions does the dialogue answer? Dialoqda hansı suala cavab verir? Deməli, how many swimming pools does the gym have? Neçə üzmə havuzu var? Orada üzmə havuzunun sayısını bizə bildirmir. Sadəcə üzmə havuzu olduğunu deyir, amma sayısını demirlər. What time does the gym open and close? Deməli, bu idman zalı saat neçədə açılır və neçədə bağlanır? Deməli, burada bunun cavabını deyir. We open at 5 AM and close at midnight. Yəni, səhər tezdən saat 5-də başlayırıq və axşam saat gecə yarısına qədər, gecə yarısı bağlanır. Ona görə bu sualın cavabı var. D variantı deyir, how many trainers are there in total? Ümumilikdə neçə məşqçi var, trainer var, onun cavabını bizə demir. Sadəcə trainer haqqında məlumat verir, amma sayısını demir. Is the gym located downtown? Deməli, bu jimnastik zalı şəhərin mərkəzində yerləşirmi? Bunun haqqında bizə məlumat vermir. Harada yerləşdiyinə aid. Sonra, what does he have to wear in the gym? Jimnastik, bu idman zalına nə geyməlidir? Bu geyim haqqında bir məlumat vermir. Ona görə bunda cavab burada yoxdur. Dördüncü sualda deyir, it's clear from the passage that, mətndən də aydın olur ki, the customer is already a regular member of the gym. Artıq oranın üzvüdür, qaydalı olaraq gəlib gedən üzvüdür. Xeyr, üzvü deyil. İlk dəfə gəldiyi üçün məlumat alır, bu səhvdir. The gym tried being open 24 hours, but didn't have enough demand. Deyir ki, bu idman zalı 24 saat açıq olmağı cəhd etdi, ancaq kifayət qədər ora tələb olmadı. Bunu biz hardan görürük? Deməli, we tried doing the 24-hour thing, but there really even weren't a lot of people who wanted to exercise at 2 in the morning. Yəni, gecə istədik ki, biz bütün günü açıq olsun, amma gecə saat 2-də bura gələn olmadı. Yəni, in the morning, yəni gecə 12-dən sonraki vaxtda deyirlər. Yəni, 2-də heç kim gəlmədiyi üçün. Ona görə də deməli 5-dən saat gecə yarısına qədər açıq olur. Sonra deməli deməli digərlərinə baxaq. The receptionist thinks the customer doesn't need a trainer. Doesn't yox, onun trenerə ehtiyacı var ilk başda. Deməli customer is unhappy. Xeyr, unhappy deyil. Qiymət və yeri ilə bağlı narazıdır. Xeyr, xoşbəxt deyil, səhvdir. The gym charges extra sign up fees. Əlavə qeydiyyat pulu istəyir. Xeyr, orada deyir ki, qeydiyyat pulu olmur. Heç bir pul tələb etmirlər. Və sonuncu sualımızda, why does the receptionist give the customer a free day pass? Nə üçün pulsuz bir gün təklif edir? Burada niyə təklif edir? Axırıncı cümlələrimizdə deyir ki, why don't you drop by and see for yourself? Nə üçün özün gəlib baxmırsan? The way you can talk to other members, see the facilities and our staff. Həm bizim orada başqa üzvlərlə danışa bilərsən və yaxud da bizim orada ləvazimətləri, avadanlıqları görərsən və bizim işçilərini görə bilərsən. Və bu da onu həvəsləndirir ki, gəl özün bax. She encourages him to try the gym and meet members. Yəni bu dolayısıyla olanda bunu həvəsləndirib bu digər üzvlərlə tanış olmağını istəyir. Digər şeydir, icazə verir ki, müqayisə eləsin. Yox, free day pass-ı ona görə vermir. Şikayət etdiyi üçün, qiymətdən şikayət etdiyi üçün xeyr. O cancel, o ləğv etdi, trainerlə olan sessiyaları ləğv etdi. Üzr istəyir ki, biz 24 saat açıq olmadığımız üçün üzr istəyir. Bunlar hamısı səhvdir. Ancaq onu, deməli, həmən adamı, deməli, müştərisini oraya həvəsləndirir ki, gəlsin və üzvlərlə falan danışsın, onlara söhbət etsin. Gəlin, növbətçi sualımız mətndədir. Mətndə, deməli, birinci burada street artdan söhbət gedir. Yəni, küçədə olan incə sənətlərdən söhbət gedir. Müxtəlif yerlərdə çəkilmiş şəkillər və insanların ona münasibəti. Deməli, 6-cı sualda true-false olan cümlələrimiz the global spread of street art is supported by online and printed media. Biz deməli deyir ki, qlobal bu küçə sənətinin, incə sənətinin qlobal şəkildə yayılmağı həm onlayn və bu çap mediası tərəfindən də dəstəklənir. Biz bunu harda görürük? Burada deməli
International presence is supported by websites. Bax, website var. Deməli, bu internet şeydilər, online'dır bu. Artist communities, books and magazines. Yəni, həm websaytlar, yəni bu online'dır, həm də kitablar, jurnallar tərəfindən də dəstəklənir deyib onu düz götürürük. Deməli, bu true'dur. Sonra ikinci cümlədə deyir ki, street art, as street art is always created illegally, it cannot be displayed in galleries or museums. Küçə incəsənəti deyir, hər zaman qeyri-qanuni olduğu üçün bu muzeylərdə və qaleriyalarda deməli sərgilənə bilmir. Ora diqqət etmək lazımdır. Baxaq ki, sərgilənə bilmirmi? Bunun cavabını biz iki ayrı cümlədə görə bilirik. Burada deyir ki, now even art museums and galleries are collecting the work of street artists. İndi hal-hazırda deyir ki, hətta incəsənət muzeyləri və qaleriyaları o küçə rəssamlarının əsərlərini indi toplayırlar. Burada başqa bir cümlə də var. Çünki bu illegal olduğu üçün street demək küçə şeyləri, artistləri gizli işləyir. Onların icazəsiz olduğu üçün, icazə vermək üçün gizli işləyirlər, amma onlara icazə verilir. Yəni bunun illegal olaraq istifadə işləyirlər, amma bu onların qaleriyada necə deyirlər, qaleriyada sərgilənməyinə bir şey deyil, ona imkan vermir, belə bir şey yoxdur, amma orada sərgilənə bilirlər deyə bu səhvdir. Street art is admired by everyone for its creativity. Küçə incəsənəti hər kəs tərəfindən, onun kreativliyinə görə hər kəs tərəfindən heyran olunur, hər kəs tərəfindən bəyənilir. Amma burada deyir ki, hər kəs tərəfindən bəyənilmir. Çünki bunun hər kəsin fərqli bir fikri var. Deyir ki, bəziləri fikirləşir ki, bu şeydir, crime and destroy property. Deyir ki, bu cinayətdir və mülklərə ziyan verir. Ancaq digərləri isə düşünür ki, bu ənənəvi olmayan bir mədəniyyətin bir zəngin formasıdır və bu fərqli bir versiyadır. Yəni, hər kəs fərqli düşünür. Müsbət düşünən də var, mənfi düşünən də var. Hər kəs o haqda yanlış düşünür, bu səhvdir. Yəni, hər kəs onu sevmir. Bəziləri sevir, bəziləri sevmir. Graffiti in New York was sometimes linked with criminal organizations. New Yorkdakı bu grafiti, yəni divar yazıları cinayətkar təşkilatları ilə əlaqələndirilir. Bəli. Burada bunun cümləni bizə orijinalını deyir ki, some graffiti paintings were signs marking the territories of city gangs or illegal crime groups. Yəni burada bəzi divar yazıları, divar şəkilləri bölgədə olan, orada olan şeylərin, mafiyaların və yaxud da qeyri-qanuni olan cinayət qruplarının işarələrindən də istifadə edirlər. Ona görə bu düzdür. Deməli, kriminal təşkilatları əlaqəli olunur. O da düzdür. 7-ci sualımızda deyir, answer the question according to the passage. Suala düzgün cavab verəcəyik. Why do street artists usually work secretly? Deməli, nə üçün onlar gizli işləyirlər? Çünki insanlara deyir, surprise, onları necə deyir, təəccübləndirmək istəyirlər. Xeyr, because painting public or private property without permission is against the law. Çünki orada da deyildi ki, bayaq, yəni burada insanların mülkünə ziyan verdiyi üçün onlar gizlin şəkildə işləyirlər. Çünki burada mülklərə ziyan verdiyi üçün onların işləməyi gizlin olmalıdır. Ona görə olacaq B variantı. C variantında deyir ki, onların muzeylər və incəsənət qaleriyaları onların işini qəbul etməyi rədd edirlər. Xeyr, orada dedi ki, bayaq dedi, orada qəbul edirdilər onların işlərini, sənət əsərlərini. Çünki onlar öz digər rəssamlardan gizlətmək istəyirlər öz kimliklərini. Xeyr, digər rəssamlardan yox, sadəcə qeyri-qanuni olduğu üçün dövlətlərdən, qavurmadan gizlənirdilər. Sonra, because the history of street art is not difficult to define. Çünki onun tarixini aydınlaşdırmaq, müəyyən etmək çətin deyil. Xeyr, belə bir şey yoxdur. Bunlar düzgün cavabımız B variantıdır. 8-ci sualda street art, deməli, incəsənət, küçə incəsənəti nədir? Has become a part of local visual culture. Deməli, lokal yerli sənətin, deməli, mədəniyyətin bir növüdür. Amma burada isə deyir ki, bu isə international presence deyir. Burada international deyil. International dediyi üçün bu international şeydir, yəni beynəlxalqdır. Bu beynəlxalq olduğu üçün biz bunu deməli səhv olaraq götürürük. Yəni çünki bir olmaz, lokal söz səhvdir. 2-də deyir ki, can take form of painting, sculptures, fabric. Yəni bu küçə sənəti həm incəsənət, həm rəsm əsərləri, həm materialdan, deyək ki, parçalardan, həm də heykəltaraşlıqdan da istifadə edirlər. Onların bir formasıdır. Bəli, bu düzdür. Bunların zaten burada cümləsi var. Bəli, bu cümlədə o sözlər keçir, istifadə olunur.
Sonra üstə deyir ki, has developed in few kinds of ways in place all over the world. In few kinds deyincə az növləri inkişaf edib, az sənət əsərlər, amma burada çoxdan söhbət gedir deyə burada many ways deyir. Many sözünə görə burada bu cümlədə many kinds of ways deyir. Buna görə bu səhvdir. Sonra 4-də is supported by websites, artists, communities, books and magazines. Bəli, orada eyni cümləni biz burada görürük. Onlar düz. Yəni 2 və 4. Yəni D variantı düzdür. Sonra 9-cu sualda the phrase art deməli artist could become famous without being officially recognized implies that. Yəni burada bir ifadə var, cümlə var. Bunun oxşarını burada tapacağıq. Burada deyir ki, rəssamlar rəsmi olaraq tanınmadan məşhur ola bilirdilər. Bu nə deməkdir? Yəni gizli olaraq qalırdılar və onu heç kim tanımırdı. Rəsmi olaraq tanımırdısa, dövlət tərəfindən dəstəklənirdi, olmaz. Çünki rəsmi olaraq heç kim onu tanımırdı, bunlar artistləri, rəssamları. Deyir ki, qurumlar, təşkilatlar tərəfindən tanınırdı, amma xalq tərəfindən yox, belə bir şey yoxdur. Onlar heç kim tərəfindən tanımır. Yəni xüsusilə də dövlət adamları tərəfindən tanımırlar. Graffitis were paid, demək onlara pul verilirdi. Xeyr, bu haqda bizə bir məlumat verilmir. Sonra city officials admire, şəhər rəsmiləri bundan heyran oldular. Xeyr, bu heyran olmurlar. Onlar qanunsuz olduğu üçün onlar heyranlıq söhbəti yoxdur. Their popularity was independent of cultural authorities. Yəni onların deməli bu cümlənin sinonimi olaraq budur ki, onların məşhurluğu yəni hökumət adamlarından müstəqil idi. Ona görə də onlar heç tərəfindən tanımırdılar. Deməli onlar azad edilər. Buna görə olacaq Y variantı. Və 10-cu sualda deyir ki, which of the following questions does the passage answer? Hansı sualların cavabı var? Sonra bir də deyir ki, what kind of materials can be used in deməli street art? Hansı materiallardan istifadə olunurdu? Biz burada deyir, hansı materiallardan? Bax, painting, sculptures, fabrics, or even stickersdan istifadə edirlər. Yəni bunlardan bir neçə şeydən istifadə edə bilirdilər deyə bunun cavabı var. Who was the first people to spray graffiti in New York? Kim ilk dəfə New Yorkda bunu istifadə edib divar şəkillərini? Xeyr, bu yoxdur. When did the graffiti begin to emerge in New York? Bu New Yorkda divar bu rəssamlığı nə vaxt ortaya çıxdı? 1960-cı illərdə. Bunun cavabı burada var. Sonra üstə deyir ki, how much do art galleries pay for street artists? Artist daha doğrusu art. Burada küçə incəsənətdə nə qədər pul verirlər incəsənət qalereyası? Bunun qiyməti yoxdur orada. Why do some people criticize street art? Nə üçün bəzi insanlar onları tənqid edir? Çünki onlar olduğu üçün, yəni mülklərə ziyan verdiyi üçün, ona görə bunlar burada deyir. Yəni icazəsiz küçədə icazəsiz çəkilər üçün və ictimai və şəxsi mülkləri də boyadıqları üçün bunlar çox sevilmirdi. Ona görə onun da cavabı deməli var. Olacaq 1, 3 və 5. İkinci mətnimiz nə haqqındadır? Deməli, burada digital nomadizm, yəni rəqəmsal köçərlik haqqında bir deməli bizim bir mətnimizdir. Burada baxaq suallarımıza. Digital nomad lifestyle has become prevalent in numerous areas nowadays. Deməli, bu digital köçərlik həyat tərzi bu günlərdə bir çox ərazilərdə artıq geniş yayılıb. Biz bunu hardan bilirik? Buradakı cümləmizdə. Deməli, at first deyir ilk olaraq yalnız freelancerlar da orada, amma today it has become many areas. Yəni artıq bu günlərdə deməli çox yerdə bu deməli eləyib. Çox ərazilərdə artıq olub. Demək ola bilər, bu düz cavab. Sonra ikinci sualda deyir ki, most digital nomads prefer working in one fixed office location. Deməli, bu digital deməli rəqəmsal köçərlərin həyat tərzi deməli daha çox bir yerdən işləməyi üstün tuturlar. Xeyr, onlar bir yerdən yox, onlar çox yerdən nəzərdə tuturlar. Çünki bunlar deyir ki, Balidə bir yerdə və yaxud da Parisdə bir kafedə və yaxud da ki, dağlarda, nə bilim, dağlarda bir kabində, balaca kabində olurlar. Yəni bir yerdə deyirlər. Ona görə o səhvdir. Bir yerdə oturmurlar. Zaten bu köçəri sözündən zaten bilirsən ki, bunların bir fixed yerləri olmur. Internet connection, time zones and visas are mentioned as difficulties for digital nomads.
Yəni bu rəqəmsal köçərlər üçün internetdir, vaxt zonalarıdır və vizalar çətinliklər kimi göstərilib. Bəli, burada bir neçə problemləri var. Onlardan biri də bunlardır ki, internet tapmaq, viza işləri həll etmək və s. bunların cavabı var. Deməli, bu sualın cavabı düzdür. 4-də isə the digital nomadism may become a common model for workers in the future. Digital deməli bu rəqəmsal köçərlik gələcək üçün işçilər üçün model ola bilər. Bunu harda bilirik? Deməli şirkətlərin çoxu deməli bu işi davam etdirdiyi üçün bu həyat deməli tərcih gələcək və dünyadakı bütün normal işçilər belə bundan şey eləyəcək. Bir normal model olacaq. Yəni işçilər üçün normal model olacaq. Deməli bu da düzdür. Yəni bu normal insanlar üçün, işçilər üçün belə bir rol model, bir iş tərzi olacaq gələcək. Düzdür. Deməli, flexibility sözünün mənası, flexibility yəni dəyişə bilən, necə deyim, elastik, uyğunlaşa bilən, çevik mənalarına gəlir. Deməli, burada amma flexibility bədənin yox, burada nə var? Flexibility burada işə aid bir şeydir. The way of life has many attractions. It gives people great flexibility, helping them create their own schedules and avoid the usual 9 to 5 routine. Deməli, bu yeni həyat tərzinin bəzi cəzbedici yönləri var. O insanlara deməli çeviklik verir. Bu çeviklik nədir? Yəni 9-dan 5-ə olan iş saatından boyun qaçırırlar və öz cədvəllərini qurmağa kömək edir. Yəni öz cədvəlini qurur və bu çevik olur. İstədiyi vaxt başlayır, istədiyi vaxt bitirir və bunun da ən gözəl hansı cavabı uyğun olar? Deməli, the chance of decide on your schedule and working style. Bəli, eyni cümlə burada var. Deməli, iş saatını və iş formasını sən dəyişməkdir. Amma burada isə your body dəyişmək, öz bədənini dəyişmək, burada öz bədəninin hərəkətlərini dəyişmək falan qabiliyyəti. Bu isə bu flexibility buradakı mənası deyil. İstənilən ofisdə işləmək olmaz, həm də provided by employer işə götürən insanlar xeyr. Digər zaman vaxt zonalarına uyğunlaşa bilmək qabiliyyəti və yaxud da ki, uzun tətillərə çıxma imkanı xeyr. Bunların hamısı deyil, ən yaxşı cavabımız. Yəni, öz cədvəlini və iş stilini qurmaq şansına deyirlər flexibility, yəni uyğunlaşa bilən çevik. Which sentence can start the third paragraph? Üçüncü paragrafla hansı başlaya bilər? Üçüncü paragrafa baxanda görürük ki, burada deyir ki, moving from place to place can make people feel lonely and without a real community. Deyir ki, bir ərazidən bir yerdən bir yerə keçmək insanlarda yalnızlıq hissi gətirib çıxara bilər və həqiqi bir cəmiyyətlə yaşamamaq və təhlik kimi belə problemləri var. Və it's hard to build a long-term friendships when you are always traveling. Hər zaman yolda olduğun üçün sən uzun müddətli dostluq qurmağın da çətin olur. Deməli, burada daha çox çətinliklərdən danışıb deyə biz cavablarda çətinlikləri, yəni mənfi olan cavabları seçməliyik. However, this lifestyle is not always easy. Bundan əvvəlki abzasda da onun müsbət şeylərindən danışırdı ki, bundan əvvəlkidə deyir, azadlıq olur, sən istədiyin yerdə işləyə bilirsən və istədiyin saatı seçirsən. Ondan sonraki abzasın başlanğıcında isə məntiqli bir keçiş edir burada. Deyir ki, buna baxmayaraq, yəni yaxşı həyat tərzinə baxmayaraq, bu həyat tərzi hər zaman asan deyil. Çətinliklərini sonra sıralayır. B variantında deyir ki, böyük şirkətlər sağlıq sığortası ilə təklif edir, xeyr. Gəzmək yalnız insanların bu işi seçməyin səbəbidir, xeyr. İnsanlar heç vaxt tək hiss etmirlər, xeyr, tam tərsini deyir, tək hiss edirlər. Bu digital köçərliyin bəzi avantajları var, xeyr, burada avantaj yox, yəni üstünlüyü yox, mənfi tərəflərini göstərir deyə ən yaxşı cavabımız A variantıdır. 14-cü sualda, why do many digital nomads believe that traveling helps them? Nə üçün deyir bu digital rəqəmsal köçərlə inanır ki, onlara deməli gəzmək onlara kömək edəcək? Çünki onlar inanır ki, deyir ki, onlar inanır ki, it helps them increase their creativity and grow personally. Onlara kreativliyini və şəxsi inkişafını artırmağa kömək edir. Bəli, burada deyir ki, onlar düşünür ki, çox yaxşı kömək edir onların gələcək həyatına və işi yaxşı qormağına kömək edir. Deməli. Sonra bundan digər cavablarına baxaq, digər cavabların niyə olmadığını deyək.
Deməli, bu insanları məsuliyyətdən qaçmağa kömək edir. Xeyr, burada məsuliyyətdən qaçmaq sözü yoxdur. Ancaq işi rahat, flexible iş saatlarıdır. Deyir ki, çünki xarici ölkədə pul qazanmağa kömək edir. Yox. Bu məntiqli cavabdır, amma burada elə bir şey yoxdur. Deyir ki, o onlara icazə verir ki, sağlıq sığortasına və maddi narahatçılıqdan boyun qaçırsın. Xeyr. O insanlara stabil bir sosial çevrə hərəkətlər sosial çevrə qarantiləyir. Xeyr, səhvdir. Ən yaxşı cavabımız olur deməli B variantı. Çünki o insanların kreativliyini və şəxsi olaraq belə şeydə böyüməyinə kömək edir. Sonra 15-ci sualda hansı sualların cavabları var? Why do people find digital nomadism attractive? Nə üçün insanlar bunu yəni attraktiv, cazibədir bu işi cəzbedici tapırlar. Onlara niyə? Çünki onlar nə üçün? Burada flexibility olan cümlədə deyir ki, deməli bunun çox cəzbedici yönləri var. 9-dan 5 rutin söhbəti var. Ona görə də bunun cavabı tapılır burada. Deməli ikinci sualda deyir ki, burada digital bu rəqəmsal köçərliyin nələri var? Çətinlikləri nələrdir? Burada çətinliklərini biz saydı. Burada üçüncü abzasda zaten bunun çətinliklərindən sayırdı. Zaman zonaya uyğunlaşma və yaxud da ki, internet tapma və s. Neçə ölkə bu digital köçərliyə icazə verir? Bu haqda bir məlumat yoxdur. Neçə ölkə olduğunu söhbət getmir. Digital nomadizm deyir ki, gələcəkdə davam edəcəkmi? Bəli, bu haqda məlumat var. Deyir ki, hətta insanlar gələcəkdə deyir bunlar dünyanın çoxlu işçilər belə normal şəkildə buna davam edə bilərlər. Bunun cavabı var. Beşdə isə hansı şirkətlər bu uzaqdan işi qəbul edirlər? Xeyr, elə bir söhbət yoxdur. Hansı şirkət və ya hansı ölkə söhbəti orada keçmir. Ona görə düzgün cavabımız 1, 2 və 4 olur. Və gəldik qrammatika suallarımıza. Complete the sentence with the correct conjunction. Deməli, düzgün bağlayıcı ilə olan cümləni seçəcəyik və yaxud da cümləni tamamlayacağıq bağlayıcı ilə. The manager explained the instructions several times. Many of the employees still seemed confused about the new procedure. Müdür təlimatları bir neçə dəfə izah etməyinə baxmayaraq, işçilərin çoxu hələ də yeni qanun qayda ilə çaşmış görünürdü, yəni başa düşməmiş görünürdü. Baxmayaraq ki. Deməli, baxmayaraq ki sözümüz nədir? Oldu. Oldu. Düzgün cavabımız oldu. As və because eyni mənaya gəlir. Çünki ikisi də çünki deməkdir. Burada çünki yox, burada ziddiyyət olmalıdır. Burada bir səbəb yox, ziddiyyət var. Since dandan bəri deməkdir və yaxud da bu da since də because-la as kimi çünki deməkdir. Nə bəri, nə də ki çünki mənasını verməz. Despite baxmayaraq ki deməkdir, amma burada niyə işlənilməz? Çünki despite-dan sonra söz birləşməsi gəlməlidir, isim gəlməlidir. Amma burada isə bir cümlə gəlir. Cümlə gəldiyi üçün biz olduğunu götürürük, baxmayaraq ki. Match the words with their definitions. Sözlərin izahları ilə uyğunlaşdırın. Inaccurate, qeyri-dəqiq, incompetent, səriştəsiz, bacarıqsız, indifferently isə deməli laqeyd. Inaccurate, diqqətsiz olduğu üçün birə olacaq B variantı. Correct or exact, yəni düzgün və dəqiq olmayanı deyirlər. Tamam, bu biri olacaq B. 2. Incompetent, səriştəsiz, not having the ability. Yəni qabiliyyəti olmayan, bir işi görməyə qabiliyyəti olmayan. Indifferently isə in a way that shows you are not thinking about or interested in someone or something. Nədərsə bir şey haqqında maraqlanmayan və yaxud da ki, hər hansı bir şeylə, hər hansı bir şəxslə maraqlanmayan, yəni laqeyd insana deyilir. Indifferent. Deməli, 18-də make up a dialogue, deməli diyaloqu qurun. Did you know that astronauts sometimes take personal items with them into space? Sən bilirsənmi bu deməli astronavtlar bəzən kosmosa öz şəxsi əşyalarını da aparırlar. Burada elə bir cavab verir ki, indi onun cavabı da nədir? Yes. For example, Neil Armstrong carried pieces of the Wright brothers' first airplane on Apollo 11. Deyir, bəli, məsələn, deyir Neil Armstrong ilk Wright qardaşların ilk təyyarəsini Apollo'da parçalarını Apollo'da aparmışdı da doğrusu. Sonra Mia deyir ki, wow, that's amazing, bu möhtəşəmdir, heyrətamizdir. It's like history traveling through history. Bu deməli zamanın tarixdə deməli
səyahət etməsi kimi bir şeydir. Deməli, indi biz burada did you ilə sual verirsə, bilirsənmi? Bilirsənmi sualına biz cavab tapmalıyıq. Bilirsənmiyə deyəcək, bəli ya da xeyr deyə bilərikmi? Aha, bəli, xeyr cavabımız yoxdur. Baxaq digər cavablara. Do they ever take pets with them on space missions? Pet deyirsə ev heyvanlarıdır, amma ondan sonraki cümlədə bizə Neil Armstrong'un bu təyyarənin parçalarını apardığını deyir. Ona görə bu cavab məntiqsiz olar. B variantı deyir, are you saying they can bring things that are meaningful to them? Deyir, sən demək istəyirsən ki, yəni sən deyirsən ki, onlar onlara mənalı olan şeyləri aparırlarmı? Aparırlarmı? O deyir ki, bəli. Məsələn, Neil Armstrong üçün əlbəttə ki, ilk təyyarənin qalığını ora Apollo-da aparmaq onun üçün maraqlı olardı və onun üçün bir əhəmiyyət kəsb edirdi. Digər cavabların niyə olmadığını deyək. I think astronauts should only take scientific equipment into space. Deyir, astronotlar yalnız elmi ləvazimatları aparmalıdırlar. Amma burada deyir ki, ondan sonra da deyir, elmi ləvazimatlar, ondan sonra deyir ki, axı onun üçün lazım olan təbii ki, elmi ləvazimat deyildir. Wright qardaşların təyyarəsi onun üçün elmi bir ləvazimat sayılmır. Çünki onun üçün mənalı bir şeydir. Well, they must have a long list of things they are forbidden to carry. Onlara deyir, qadağan edilməlidir ki, onları daşımaq qadağan edilməlidir. Amma ondan sonra cümlədə qadağan yox, onun aparıldığına dair cümlə keçdirik. Sonra, why don't they check the list of items astronauts leave behind? Nə üçün onlar deyir, arxada qoyduqları şeylərin, əşyaların listini çıxarmırlar? Xeyr, burada leave behind yox, orada nə isə aparmaq deyir. Yəni, geridə qoymaq yox, aparmaqdan söhbət gedir. Və bir daha oxuyuram, deyir ki, səncə, sən bilirdinmi, astronotlar bəzən deyir, kosmosa onlar üçün maraqlı şəxsi əşyaları aparırlar. Deyirsən ki, yəni onlar onlara mənalı olan əşyalardan aparırlar. Deyir, bəli. Məsələn, deyir ki, Neil Armstrong ilk Wright qardaşlarının ilk təyyarəsindən parçaları ora aparıblar. Deməli, düzgün cavabımız B variantıdır. 19-cu sualda choose the correct tense form of the verb. Düzgün zaman formasını seçin. I'm afraid the books you ordered by Friday. Mən qorxuram ki, burada mən qorxuram mənası təəssüf ki deməkdir. Yəni, təəssüf ki, o mənada işlənir. Yəni, sənin bu sifariş etdiyin kitablar bazar gününə, yəni 5-ci günə qədər, cümə gününə qədər gələcək ya da gəlməyəcək. Biz burada I'm afraid indiki zaman olduğuna görə diqqət edirik. Burada keçmiş zamanları çıxmalıyıq. Gəlməyəcək ki, wouldn't-lar getməlidir. Wouldn't-lar olmaz və didn't da olmaz. Çünki gələcək zaman aid olmalıdır. Çünki sənin sifariş verdiklərin bazar gününə, 5-ci günə qədər gəlməlidir ya gəlməli deyil. Won't have arrived var. Bir də is going to be arrived var. Burada is going to ola bilərdi, amma burada be arrive onu körlüyor. Çünki be is going to be-dən sonra arrive yox, arrived olmalıdır. To be-dən sonra birbaşa əsas feil birinci formada gəlmir. Is going to arrive olacaqdır. Ona görə də səhvdir bu. Won't have arrived. Və by sözünü vardısa, burada by sözünə görə də həm də by Friday deyirsə, bu bitmiş zamanlarda işlənən bir göstəricidir. By Friday, yəni 5-ci günə qədər gəlib çatmayacaq. Olur, E variantımız. Və 20-ci sualımız, deməli, children are hiding the trees, so it was difficult for their parents to find them. Uşaqlar ağaclar gizlənirdilər, beləliklə onları valideynlər üçün onları tapmaq çətin idi. Uşaqlar ağacın arasında gizlənər, əlbəttə ki, among ağacların arasında. Among çox şeyin arasında gizlənir, çox şeyin arası deməkdir. Below aşağısında deməkdir. Nə aşağısında? Məsələn, lövhədə bir şey varsa onun aşağısında və yaxud da şəkil lövhədən yuxarısı onun aşağısında, below yuxarısında above deyirik və dərəcələrdə işlədirik və yaxud da binaların mərtəbəsində above, below işlədirik, amma ağacların altında belə bir söz ola bilməz. During ərzində deməkdir, during zamana aid bir sözdür. During lesson olar, during the meeting, during the hər hansı bir iş, during the hər hansı bir dərs vaxtı, söhbət vaxtı, yəni hər hansı bir işin müddətini bildirir. Along boyunca deməkdir. Boyunca daha çox çay və yaxud da yol üçün istifadə olunur. Ağac boyunca olmaz. Və except-sə istisna deməkdir, başqa deməkdir. Ağacdan başqa gizlənirlər olmaz. Ən yaxşısı, ən düzgün cavabımız olur ki, deməli, uşaqlar ağacların arasında gizlənirdilər. Düzgün cavabımız C variantı. Hər kəsə uğurlar, sağ olun, hələlik.